Əsəd bəy, kitabın dostu olmaq çoxmu çətindir? Ümumiyyətlə həyatda dost olmaq çətindir. Sədaqət istəyir, vəfa istəyir. Sınaqlardan uzaq çıxmaq istəyir. Kitabla məncə o adamlar dost ola bilirlər ki, onlar bilgə ilə duyğunun ortaq yaradıcılığına inanırlar. Və kitabla dost olan əslində xoşbəxt insanlardır. Çünki onların həyatın sıxıcı reallıqlarından sığınacaq həmişə bir sakit bir küncləri var, bir köşələri var. Orada kitabla dərdləşirlər, ümidlərinə qanat tapırlar, təskinlik tapırlar. O mənada həqiqətən kitabla dost olmaq, iç-içi olmaq həyatın çox, necə deyərdim, önəmli bir dəyəridir. Bilirsiniz, əslində kitab bir nəsnə deyil də, o bir məfhum kimi dərk olunmalıdır. Biz kitab deyəndə konkret bir kitabı nəzərdə tutmuruq ki, o dəyəri nəzərdə tuturuq əslində. Kaş elə insanlar da kitab kimi olurdu hamısı. O cildlərin arasında təvazökarlıqla içində olan hər şeyi gizləyə biləydilər, o gözəllikləri. Bilirsiniz, nəsnə kimi yaxınlaşanda biz onu adiləşdiririk, cansızlaşdırırıq, ruhsuzlaşdırırıq. Böyük filosof Martin Heideggerin bir yaxşı sözü var, deyir ki, insan özünü canlı, başqa hər şeyi cansız kimi görməsi çox böyük səhvdir. Adiləşdirir hər şeyi. Kitab üzərində sadəcə etiket qiyməti olan bir nəsnə deyil. O içindəkilərlə, o duyğularla, o informasiya ilə, o faydalı bilgi ilə yüklüdür və dəyərli bir dostdur. Yəni, insan dostunu gərək tanısın və diqqətlə seçsin də. O baxımdan gərək biz oxuduğumuz kitabı da diqqətlə seçək. Çünki elə kitablar var ki, həqiqətən həyatımızda bir dost izi qoya bilirlər. O baxımdan kitabı, dostu seçərcə incəliklə, həssaslıqla seçmək lazımdır. Kitab adına yola çıxan naşir nələri oxuculara rəva bilməməlidir? Bilməməlidir. Əslində, naşir bir oxucudan daha çox mütaliə mədəniyyətinə, oxu bazasına sahib olmağı bacarmalıdır ki, oxucuya da doğru istiqamət verə bilsin. Qısası bir cümlə ilə ifadə edə bilərəm ki, özünə rəva bildiyin oxucuya rəva bilməlidir. Özünə rəva bilmədiyin rəva da görməməlidir. Bu gün cəmiyyətdə, müasir dünyada ən təhlükəli məsələ informasiyalarla ötürülür, hədəfli informasiyalarla. Və kitab da bunun üçün çox uyğun bir vasitədir. Onun içərisində bizim övladlarımıza yad ideologiyaları ötürə bilən həqiqətən çox ziyanlı materiallar, informasiyalar ola bilir. Çox təəssüf ki, kitab bu gün əksər, yəni belə deyim də, yad düşüncəli, yad təfəkkürlü cəmiyyətlər, ideologiyalar tərəfindən bu yöndə sui-istifadə olunur. Naşir gərək bu məsələlərdə çox diqqətli olsun. O, oxucusuna nəyi rəva gördüyün məsuliyyətlə dərk eləsin. Çünki bəzən bir silahla, bir ordu ilə dağıda bilmədiyiniz cəmiyyətləri ideologiya ilə dağıda bilərsiniz. O baxımdan naşir nəinki təhlükəni ötürməməyə çalışmalı, eyni zamanda cəmiyyəti yüksək ali əxlaqa, yüksək mədəniyyətə istiqamətləndirən və onda şəxsiyyətini kamilləşdirəcək dəyərləri formalaşdıran informasiya daşıyan kitabları verməlidir. Bütün bu dediklərinizi nəzərə alsaq, Mimta yayınlarını fərqli edən nədir o zaman? Fərqlilik deyəndə biraz ağlımıza yenilik gəlir həmişə. Amma məncə fərqlilik həmişə yenilik deyil. Bəzən yaddan çıxan dəyərləri, göz ardı edilən, o bizi biz edən gözəllikləri yenidən yaşatmağa çalışmaq da fərqlilik yaradır. Biz ümumiyyətlə Mimta olaraq şablonçuluqdan uzaq olsun, həmişə belə bir ifadə işlədirik ki, öz övladımıza layiq bildiyimizi bu millətin övladlarına layiq bilirik. O nəşrləri eləməyə çalışırıq ki,
könül xoşluğu ilə, könül rahatlığı ilə öz övladımıza onu təqdim edirik ki, al oxu, bu gözəl kitabdır. İnanmadığımız kitabı, faydalılığına əmin olmadığımız kitabı heç vaxt nəşr etmədik. Hətta bununla bağlı bizim seçim kriteriyalarımız da darlaşdı zaman-zaman. Dəfələrlə olub ki, baxarsan ki, düşünürsən, təxmin edirsən ki, bu kitab yüksək tirajlarla satılacaq, geniş auditoriyalara çatacaq. Yəni bestseller, günümüzün ifadəsi ilə desə, bestseller ola biləcək kitabdır, amma içərisində bizim dəyərlərimizə, bizim kriteriyalarımıza, bizim milli, mənəvi, mədəni dəyərlərimizə zidd olan hansısa bir nüans var. Biz yazıcı ilə yaxud nəşriyyatla o məsələnin orada redaktə olunmasını yaxud ixtisar olunmasını istəmişik. Əgər razılaşmamışıqsa, o kitabın nəşrindən imtina eləmişik. Bilirsiniz, imtina əxlaqı çox mühüm əxlaqdır. Günümüz insanına hər şey təqdim olunur. Seçim bolluğu var. Və o seçim bolluğunun içərisində siz nəyin yanlış, nəyin doğru olduğunu, nəyin ziyanlı, nəyin faydalı olduğunu xüsusən gənc nəsil hələ tam təyin eləyə bilmir. O bolluq içərisində həm də bir fitnə fəsad da ola bilir, belə deyək də. Xüsusən ötən əsrin 60-cı illərindən sonra dünyada bir axın halına gəlmiş postmodernizm ədəbiyyatda da öz gücünü göstərdi. Postmodernizm nədir? Özünün düzdür faydaları da oldu. Müxtəlif səpkili, müxtəlif istiqamətli sənət əsərləri ortaya qoyuldu bu sayədə, amma postmodernizmin məncə ən belə deyək, ziyana açıq tərəfi onun dəyər ölçüsünün olmamasıdır. Bu dəyərlidir, bu isə dəyərsizdir məsələsini postmodernizm qiymətləndirmir. O deyir ki, hər şey dəyərli yaxud dəyərsiz ola bilər, onun mənə aidiyyəti yoxdur. Seçən sərbəst seçim sahibi olsun. Bax, bu mənada həqiqətən yəni bir o seçim bolluğunun içərisində insan fərq eləmir, bu kitab olsun, maddi, mədəni, istənilən gündəlik zövqümüzə oxşayan hər bir şey ola bilər o. O seçim içərisində bir çox məsələlər bizim xeyrimizə deyil və bu gün özü olaraq qala bilən insan, öz dəyərləri ilə, öz şəxsiyyətlə formalaşa bilən insan o insandır ki, zaman-zaman imtina əxlaqına sığınmalı olur. Yox deməyi bacarır. Bəli. Əslində elə indiki dövrün ən çətin məsələlərdən biri odur, yox deməyi bacarmaq. Təəssüflər olsun ki, biz bir çox şeylərdə yox deyə bilmirik. Nəfsimizə yox deyə bilmirik. Seçimlərimizin yanlış nəticəyə apardığını bilə-bilə, amma orada bir gözləntimiz var, ona yox deyə bilmirik. Və bu yox deyə bilmək həqiqətən də çox yaxşı keyfiyyətlərdən biridir. Hətta siz bir naşir kimi öz sahəniz üzrə deyirsiniz, amma elə adi silavi bir insanın, sadə bir insanın həyatında bir çox nüanslara, bir balaca beyin fırtınası keçirsək, düşünsək, görərik ki, çox xırda bir nüans ola bilər, amma orada bizim yox deməməyimiz böyük fəsadlara gətirib çıxaracaq. Baxın, elə biz bu qədər seçimlərdən, bolluqdan danışırıq və elə bir dövrdəyik ki, indi texnologiyanın inkişaf elədiyi bir dövrdür. Süni intellekt sayəsində bir çox işlərimiz asana çevrilib. Eyni zamanda texnoloji yeniliklər, texnoloji inkişaf hansısa məqamda hansısa işlərimizi asanlaşdırır. Sosial şəbəkələr informasiya bolluğunu gətirir. Eyni zamanda yeni mövzular, yeni yanaşmalar bizə təqdim etməyi bacarır. Burada oxucuların da artıq oxu vərdişləri bir balaca müasir mi deyək və yaxud da ki, bir fərqli forma mı deyək alır. Bütün bu prosesləri nəzərə alaraq onlara necə uyğunlaşa bilirsiniz? Çox maraqlı məsələdir, aktual bir məsələdir həqiqətən. Biz də zaman-zaman nəşriyyat olaraq süni intellektə müraciət edirik, amma onu informasiyanın işlənməsində hələ ki istifadə eləmirik. Yalnız dizayn və tərtibatda istifadə edirik. Düşünürəm ki, istənilən yenilik tədqiq olunmalı, yaxşı araşdırılmalı və onun ziyanlı tərəfləri bəlkə də faydalılıq tərəfindən daha yaxşı tanınmalıdır. Çünki ziyan, vuruculuq qalıcı olur çox vaxtı. Faydalılıq insanın əzminə, iradəsinə bağlıdır, amma ziyan elə bir şeydir ki, dediyiniz kimi insanın nəfsi onu xoşlayır bəzən. Çünki o hardasa zövqə, həzzə bir bağlılığı var onun. O baxımdan istənilən texnoloji yenilik, o cümlədən süni intellekt doğru yöndə istifadə olunmalıdır.
məşhur bir məsələdir. Yəni bir insanın əlinə bıçaq versəniz, o ondan bir kəsici məişət əşyası kimi də faydalı yöndə istifadə edə bilər. Ondan cinayət də törədə bilər. Artıq onun o alətdən hansı yöndə istifadə eləməsi onun öz şəxsiyyətinə, öz hazırlığına, öz yönünə, əxlaqına bağlı bir məsələdir. Bu baxımdan yəni süni intellekti biraz təsadüfən bıçaqla müqayisə eləməyək. Yəni günümüzün ən kəsici bəlkə də elə aləti süni intellektdir. Amma mən düşünürəm ki, onun bəli, istər kitabçılıqda, istər gündəlik işlərimizdə onun sürətindən istifadə edə bilərik. Amma mən bilmirəm nə dərəcədə belə ifadə işlətmək mümkündür. Məncə hələ ki süni intellekt modern kopyaçılıq eləyir. Onun bütün bazası yəni internet resurslarındadır. Siz internet resurslarına, oradakı informasiyaya nə qədər güvənirsinizsə, süni intellektə də o qədər güvənin. Və araşdırmadığınız, həqiqətinə tam inanmadığınız bir məsələni sorğulamadan qəbul eləməyin. Mənim gənclərə ən böyük tövsiyəm, biz auditoriyada, universitetdə dərs deyəndə də daim bu məsələyə toxunuruq davamlı olaraq. Bilirsiniz, elə bir dövrdə yaşayırıq ki, elə bir etapın keçirik ki, bu süni intellektin istənilən, yəni texnoloji yenilik, ümumiyyətlə istənilən yenilik, cəmiyyətdə belə bir şey var da, öncə qarşı çıxılır, sonra bəlkə sualı qoyulur onun qarşısına. Bəlkə bu tərəf də var, bu tərəf yaxşı tərəfləri də var. Sonra isə istər-istəməz qəbul edilir. Amma süni intellektlə elə olmadı. Elə ilk görüşdən çünki cəzbediciliyi var idi və bizi tənbəlliyə daha çox sövq eləyirdi. İnsan tənbəlliyə meyillidir. Hazır məhsula meyillidir. Günümüz insanı belə inandırıldı. Təqdim etdiyi informasiyanın cazibədarlığı da var. İşimizi asanlaşdırır. Daha əlçatandır. Daha əlçatanlığı ilə çox razıyam. Mən də istifadə edirəm zaman-zaman. Amma bizim əgər məsələmiz oxucu və ümumiyyətlə kitabçılıqla bağlıdırsa, süni intellektini vurğulayırsınız. O baxımdan məncə Azərbaycan dili internet resurslarında çox işlənməyən dil olduğuna görə hələ ki nə tərcümə, nə redaktə sahəsində o qədər də əlverişli deyil. Və oxucu da onun o tərəfindən faydalanmağı mən tövsiyə eləmirəm. Son zamanlar eşidirəm bəzi nəşriyyatlar da tərcümə və redaktə məsələsində süni intellektə üst tuturlar və ortada belə bir fikir gəzir ki, süni intellekt nəşriyyatlarda artıq redaktorların, nəşriyyatların işini belə deyək də 0 dərəcəsinə endirəcək. Mən elə düşünmürəm. Çünki insan istedadının, insan yaradıcılığının sərhədləri hələ təyin olunmayıb. Məncə tarixin istənilən dövrlərində də belə olub. Ortaya bəzən elə yenilik çıxır ki, o insanı daha fərqli bir yaradıcılığa sövq eləyir. Daha üst bir anlayışa, idraka sövq eləyir. Günümüz insanı getdikcə adiləşir, şablonçuluğa meyillənir və sanki ona bir ilahi qırmanc lazımdır ki, o yenidən özünə gəlsin və o düşüncəsinin, idrakının, təsəvvürünün sərhədlərini biraz da genişlətsin. Düşünürəm ki, süni intellektin xüsusən kitabçılıqda tətbiq olunması nəşriyyat işində redaktora nə qədər böyük ehtiyac olduğunu bir daha üzə çıxardacaq. Çox təəssüf ki, Azərbaycanda redaktor məktəbi formalaşmayıb. Sovet dövründə kifayət qədər güclü redaktorlar vardı, amma artıq o nəslin təcrübəsini ötürdüyünü mən deyə bilmərəm. Bu məktəb iş prosesində öyrədilməlidirmi, iş prosesindəmi yetişdirməlidir yeni redaktorları, yoxsa bunun üçün ayrıca olaraq məktəblər, kurslar və ya universitetlər mi olmalıdır? Çox yaxşı olar ki, ixtisas yönümlü olsun. İxtisas yönümlü dəstəklənmirsə, heç olmasa təcrübədən ortaya çıxsın. Təcrübə bu məsələdə açardır. Çünki insan zamanla müxtəlif üslublara bələd olur, əsərin ruhunu tuta bilir. Ən yaxşı redaktor odur ki, o baxanda artıq yazıcının üslubunu və əsərin aurasını hiss eləyə bilir. Bax, onda o əsəri duyan redaktor əsərə, belə deyək də, öz orijinallığını qorumaqla bir hava qata bilir. Düşünürəm ki, yəni süni intellekt bu redaktor boşluğunu ortaya çıxardacaq və redaktorlara keyfiyyətli tərcümələrə
daha çox naşirlər ehtiyac duyacaqlar. Biz xarici nəşriyyatlarla münasibətdən də görürük ki, nəşriyyatlarda həlledici söz sahibi redaktorlardır, nəinki naşirlər. Çünki onlar hətta nəşriyyatın istiqamətini təyin edə bilirlər, onun oxucu auditoriyasını yaxşı tanıyırlar. Naşir sadəcə idarəçidir orada və belə deyək də menecer, idarə etmə. Bəli, o baxımdan. Əsəd bəy, siz danışırsınız, gözəl də danışırsınız, amma mən kofenin dadına baxıram. Buyurun siz də kofeinizin dadına baxın ki, bir balaca fasilə edək. Yeri gəlmişkən seçim qarşısında qalsanız ki, kofe yoxsa çay, seçiminiz hansından yana olar? Biz sizə ancaq kofe təklif etmişik, amma bunu öncədən deyil. Uzun illər şərqdə kofe içmək biraz icazəli sayılmayıb. Hətta son əsrlərə qədər çox maraqlı bir faktdır ki, həqiqətən insan tanımadığının düşmənidir. Bizdə həmişə çay mədəniyyəti olub. Mən də bir Azərbaycanlı kimi çayı həmişə daha çox sevmişəm. Çay bizim daimi içkimizdir. Kofe isə ara-sıra içməyə ehtiyac var. Çünki insan inanır ki, beynində bir açılma yaradır, bir təravət verir ona. Həkimlər də deyirlər ki, kofedən çox istifadə etmək olmaz. Bəzən aşırı istifadə sağlamlığımıza zərər verə bilər. Amma literadakı kofelerin dadı elədir ki, necə deyirlər, hər gün ən azından bir fincan içmək lazımdır. Bu arada seçimdən danışırıqsa, kitablarınızın seçimində öncəliyiniz nə olur? Hansı özəlliklərə fikir verirsiniz ki, bu kitabda bu olmalıdır və biz bunu nəşr etməliyik? Bu bizi hər gün düşündürən məsələdir. Seçim məsələləri nə qədər sərhədlidirsə, kitab təyin eləmək, kitab seçmək o qədər çətinləşir. Bizim kitablarımızın seçimin elə Mimta yayımlarının sloqanı daha yaxşı ifadə edir. Oxu, oxuduğun ayağını yerə, başını yüksəkliyə bağlasın. Yəni, nə oxuyursansa oxu, o sənə təkəbbür verməsin, ego verməsin, həmişə təvazökarlığını qoru. Və elə şeylər oxu ki, o səni ucaltsın, şəxsiyyətini aliləşdirsin. Oxu, qəlbin ülviyyətə bağlansın. Qəlb bizə uzun illər diktə eləyib ki, insan daim məntiq mərkəzli yaşamalıdır. Bizi belə inandırdılar. Halbuki biz bir coğrafiya olaraq könül mərkəzli yaşamaq öyrəşmişik. Bilirsiniz, siz bir insana ancaq məntiq mərkəzli materiallar oxutsanız, çox savadlı, amma mərhəmətsiz, mənəviyyatsız, vicdansız insanlar formalaşdırarsınız. Amma insan bir bütün varlıqdır axı. Siz onu ağıla, məntiqə, qəlbə, ruha, duyğuya ayıra bilməzsiniz, o bütündür. Ona bütün olaraq yaxınlaşmaq lazımdır. İnsan bir vəhdət halında insandır. Yoxsa ayrı-ayrı parçalasanız, ona bir haqsızlıq etmiş olarsınız. O baxımdan biz çalışırıq ki, istər seçimlərimizdə, istərsə həyatımızda, düşüncəmizdə çalışmalıyıq ki, biz qəlbimizlə ağlımızı, məntiqimizlə duyğumuzu birləşdirə bilək. Bax, o yöndən düşünəndə, o yöndən seçim eləyəndə, istər kitab seçirsiniz, istər həyat yoldaşı seçirsiniz, istər nə bilim gündəlik zövqünüzü oxşaya biləcək nə seçiminiz olursa olsun, qəlbinizlə ağlınızı orada birləşdirməsəniz, bir yerdə yarımçıq qalacaqsınız. O yarımçıqlıq bir yerdə faciəyə hətta çevriləcək, amma geri dönüş olmayacaq. Qəlbin də ağlı var. Qəlbin ağlı daha yaxşı dərk eləyə bilir, qalıcı dərk eləyə bilir. Çünki o duyğulara da hökm eləyə bilir və duyğuları hamısına öz yükün verə bilir. O zaman siz ağlın yükün duyğuya, duyğunun yükün ağla yükləmirsiniz. Bax, bu önəmli bir məsələdir. Seçim məsələsində çalışırıq ki, milli, mənəvi, mədəni təkrar edirəm, dəyərlərimizə zidd olmayan nələrsə. Seçimlərimizin başlıca kriteriyası budur. Amma bəli, oxucuya elə kitab vermək istəyirik ki, o kitabdan onda nəsə qalsın. Bax, əsas olan budur. Kitabı bitirib bağlayanda